Mən bir nəfər danışırdı. Bəlkə də sizlərdən biriniz. Deyir ki, ingilislər 4 dənə hərflər yazırlar, bir dənə ə hərfi çıxır. Yəni 3 dənə hərf yazırlar, bir dənə i hərfi çıxır. Gör nə boyda müsibətdədirlər, hə? Amma dəyişmirlər o əlifbanı. Niyə deyirlər? Kök əlifbamızdır, zatımızdır. Yaxşı, bütpərəst o bütündən ayrılmır. Deyir tariximizdir. Heç bir xeyri olmayan görsən bir daha bütü filanı bəsməkanı tariximizdir, keçmişimizdir saxlayırlar. Amma gəlin İslamın bir dənə mövzusuna çıxanda deyirlər keçmişə qayıtmayaq. Elə deyir, keçmişə qayıtmayaq. Aydın, niyə qayıtmayaq? Axı bizim keçmişə qayıtmasaq payəmiz gedir ortalıqdan. Burada gedir Parisdə Eyfel qülləsini ziyarət edir, gəlib qayıdıb deyir ki, nə işiniz var əsrlərlə öncə dünyada keçmişdən? Hələ ora yaxşıdır, Seyid, orası yenə yaxşıdır. Biraz yaxşıdır. Gedib oranı ziyarət eləməyə bir qucaq pul xərcləyir. Oteli məsələn filan qiymətə qalır. Elə ki, gəlir bir nəfər Məkkəyə başlayır getməyə, ya Ümriyə getməyə, ya Kərbəlaya getməyə. Deyirlər, millət acından qırılır, siz pulu gedib harada xərcləyirsiniz. Amma gedib gecəsi 5000 dollara qalır otelə, bilmirəm, getməyərə deyərəm, elə bilərlər, getmişəm, qalmışam. Amma bahadır da Kərbəlaya. İndi məsələn Kərbəlaya 700 dollara da gedirlər. Ondan sonra belə, indi hətta durub bu, məsələn, fərz edək ki, bu ziyarətlərin Allah eləməmişlər, hamısı bağlansa, elə durub cəmaat bir beybət edəcəksə, yenə o sözü deyəcəklər. Buna baxın, vaxtları sərf edirlər, məsələn, benzini yandırır oraya, onu verin qonşuda. Ancaq o mərasim zamanında gəlir nə olur, fəqirlər, yetimlər düşür yada.